Respublikamızda bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da aparılan dövlət tədbirləri nəticəsində heyvandarlıqda damazlıq seleksiya işləri düzgün təşkil edilmiş, heyvanların cins keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mütərəqqi texnologiya və üsullardan istifadə edilərək süni mayalamanın kütləvi hal alması ilə əlaqədar xeyli işlər görülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 2006-cı il tarixli qərarına əsasən Firuz Məlikov adına Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun nəzdində 2009-cu ildən fəaliyyət göstərən Respublika Süni Mayalama Mərkəzi öz həzmi və mahiyyəti etibarilə Zaqafqaziyada analogu olmayan yeganə qurumdur. Mərkəz törədici buğa və camış kəlləri yerləşən pəyə, hər bir heyvanın saxlandığı yer, pəyənin eşik hissəsində heyvanın gəzintisi üçün düzəldilmiş meydança ilə təmin edilmişdir. Mərkəzdə heyvanların keyfiyyətli yemlə təmin olunması üçün yem anbarı, yemin hazırlanması, doğranılması və saxlanılması üçün talvar və xüsusi bina, eləcə də 6 iş otağı ilə təmin olunmuşdur. Buğaların saxlandığı pəyə payız-qış aylarında istilik qurğuları ilə qızdırılır. Buğalar qrafika uyğun olaraq yuyulur. Törədici buğa və kəllərdən toxum almaq və onların gəzintisi üçün işıqlı və geniş manej düzəldilmişdir. Burada informasiya mərkəzi və kompüter sistemi fəaliyyət göstərir. Siz bildiyiniz kimi bizim Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı ildə 14 fevral tarixli qərarı olubdur. Həmin qərara əsasən Azərbaycan Respublikasının bütün bölgələrində kənd təsərrüfatı heyvanlarının cins tərkibinin və damazlıq tərkibinin dəyişdirilməsi ilə əlaqədar yaradılmışdır bu qərar. Və yarandığı gündən etibarən də 2007-ci ildən 2008, 2009, 2012-ci illərdə biz süni mayalama kursları təşkil olunubdur. Bütün bölgələrdən ibarət ali təhsili baytar həkim zootexniklər dəvət olunubdular. Onlar bizdə təşkiləşmə kursu keçirdilər, şəhadətnamə və süni mayalama avadanları təmin olunubdular. 2009-cu ildən etibarən gördüyümüz bu mərkəz fəaliyyət göstərir. Mərkəz Cənubi Qafqazda analog olmayan bir mərkəz olaraq fəaliyyətdədir. Bizdə hal-hazırda 22 baş törədici buğa və törədici kəllər yetişdirilir ki, biz onlardan süni yola toxumlar alırıq. Məqsədimiz də bütün bölgələrdə kənd təsərrüfatı heyvanlarının süni maylandırılmasını təmin etmək və ölkəmizdə gələcəkdə bütün cır tərkibli, cır cinsli heyvanların damazı tərkibini yaxşılaşdırıb, sırf təmiz qanlı cins heyvanlar yaratmaqdır. Artıq yüksək nəticələrimiz var. Bizim 2007-ci ildən 2012-ci ilə qədər Respublika üzrə olan statistik göstəricilərə görə artıq 233 mindən çox heyvan süni yola maylandırılır və onlardan 133 minlərə qədər xırda buynuzlu balalar alınıbdır. Günü-gündən də işimizdə təşkiləşmə gedir, artıq müasir laboratoriyamız fəaliyyət göstərir, alınan toxum buğalardan yerində yoxlanılır, müayinə olunur, qablaşdırılır və süni mayalama texniklərinə satışa göndərilir. Müəssisəmizdə 33 nəfər işçi fəaliyyət göstərir, əhatəmiz amma Respublika üzrə, texniklərimiz çox Respublika. Buğalardan toxumun alınması tərtib olunmuş qrafik üzrə aparılır. Buğa və kəllərdən alınan toxum Türkiyə və Fransa istehsalı olan müasir aparat və avadanlıqlarla təchiz edilmiş laboratoriyada işlənilir. Törədici buğa və kəllərdən alınan toxumlar laboratoriyaya verilir. Orada toxum xüsusi preparatlarla duruldulur və maye azotda dondurulur. Toxumun yoxlanılması, emal edilməsi və mənfi 196 dərəcə maye azotda dərin dondurulması işi elektron aparat və mikroskoplar vasitəsilə həyata keçirilir. Alınan maye azot müasir xüsusi iri konteynerlərdə saxlanılır və xüsusi ixtisaslaşdırılmış avtomobillər vasitəsilə Respublikanın istənilən təsərrüfatına çatdırılır. Bizim əsas məqsədimiz yüksək göstəricilərə malik törədicilərdən toxum alıb, onun dərin dondurmaqdan ibarətdir. Bu aparat deməli həm toxumun 1 millimetrdə neçə milyon və ya milyard toxum hüceyrələri var, onun sayını göstərir bizə və onun əsasında da, onun toxumu sıxından asılı olaraq biz nə qədər durulcuda toxumu durultmayı onu göstərir. Bir də neçə payet dondurmayı həmin nümunədən, toxum nümunəsindən onun sayını bizə göstərir.
Törədici buğa və kəllərdən yüksək keyfiyyətli toxum almaq üçün onlar ən yüksək səviyyədə balanslaşdırılmış, qidalı maddələrlə zənginləşdirilmiş yem payları ilə təmin olunur. Mərkəzin deməli yaranmasının əsas səbəbi möhtərəm prezidentimiz İlham Əliyevin heyvandarlığın inkişafı ilə əlaqədar bu mərkəz yaradıldı. Bu mərkəzin də yaradılması deməli respublikamızın özünü ət məhsulları və süd məhsullarıyla təmin olunmasında böyük rol olacaq. O mənşəyi bilinməyən 5-6 mal saxlamaqdansa bir dənə, 2 dənə cins mal saxlanılıb, onun həm ət, həm süd məhsuldarlığının artırılmasında böyük əhəmiyyəti var. Mərkəz daim olaraq respublikada fəaliyyət göstərən süni mayalama operatorları ilə əlaqə saxlayır, onlara süni mayalanmanın bütün sahələri üzrə məsləhətlər verir və praktiki köməkliklər göstərir. Respublikada heyvandarlıq sahəsində damazlıq seleksiya işlərinin yaxşılaşdırılması, süni mayalama işinin kütləviliyinin genişləndirilməsi, yaşlı buğaların tədricən cavan, təmiz qanlı buğaçalarla əvəz olunması, müxtəlif cinsli yüksək damazlıq sinifli buğaça və göylər yetişdirib ölkəmizin heyvandarlıq təsərrüfatlarına satılması süni mayalama mərkəzinin qarşısına əsas məqsəd kimi qoyulmuşdur. İnanırıq ki, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramının yerinə yetirilməsində bu nəhəng kompleks öz layiqli töhfəsini verəcək. İsrafil Səmədoğlu, Babək Hüseynov, Kür İnternet Televiziyası üçün Göygöl rayonu.